Son 72 saat ərzində ölkə üzrə keçirilən geniş miqyaslı əməliyyat nəticəsində narkotiklərin satışı ilə məşğul olan və bu fəaliyyəti dəstəkləyən 108 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Onlar küllü miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və bu fəaliyyətə yardım etməkdə ittiham olunurlar. İstintaq zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin əksəriyyəti narkotiklərin satışına dair cinayətkar şəbəkənin üzvləri olublar. Polis məhkəmə qərarı əsasında dəfələrlə nəzarətli alış həyata keçirib və gizli audio-video qeydlər aparıb. Əməliyyat zamanı xaricdən polis bağlamaları ilə göndərilən böyük miqdarda narkotiklərin satışını planlaşdıran şəxslər də ifşa olunub. Bundan əlavə, bir xarici vətəndaşın 600-dən çox nöqtədə narkotik gizlətdiyi də müəyyən edilərək aşkar olunub. Axtarışlar zamanı kokain, heroin, metadon və digər narkotik vasitələr, həmçinin qablaşdırma materialları və küllü miqdarda pul vəsaiti aşkar edilərək götürülüb. Faktla bağlı istintaq davam etdirilir, təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.